Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, hazır maaşına bakın kardeş. 2 tane maaşlı işleyir de ben niye? Benim Müslüm Magamoyev küçəsində, belə deyim ki, Müslüm Magamoyev küçəsidir bura. Hem de ki, Qazne yollarla girmək olur. Karşıdan marşrutlar keçir, böyük yola yaxındır. Zaqqal Balacan marşrutları, hər bir şey necə lazımdır var. Qəşəng, cəmi 47 bin manata 8 sot torpaqla inşallah şəhərin ən gözəl yerində ev satılır. Şuradan hasarı göster kardeş. Bunu götürmüşəm. Həyat icad var, çoxlar elə üstümüzdə. Belə də 10 sene bundan gəldirdim. Baxın, düz yolun kənarında, qəşəngcə bax qardaş, hasarı da qapısı, bütün şorçları, qaz, su, işığı, internet, hər bir şey mövcuddur. Bax, gəl qardaş, bismillah. Hep. Gəl qoy. Hə, yox. Hə, deməli, belə bir dənə həyəti, bax qardaş, geniş. Deməli 8 sot torpaq arasında 8 sot torpaq 4 hektar bağlı evi çöldən göstər qardaşlar hörmət olmasa. Üstü də bahalı, qalın dəmirdəndir. Yəni havası da dəmirdən yapılıb köhnə şifer deyil. Bax qardaş, sağlam və yeni tikilmiş evdir qardaş. Bir daha demək istəyirəm ki, belə açıqlama verim. Arifoğlu market tərəfdən də gəlmək olur, Qazne yolundan da girmək olur. Çox qəşəngli yerdə yerləşir. Gəl qardaş. Evi göster də, hər tərəfə yuxarısına, aşağısından hər bir şeyini göster qardaş. Bax, girişində qəşəng bir dənə belə dəmir qapısı. Və həmçinin, gəl qardaş, böyük bir dənə belə zalı var. Bax, hətta o baş tərəfi də gələcək otaq kimi istifadə edə bilərsiniz qardaş. Sağ ol. Otaq kimi istifadə edə bilərsiniz. Bu dəqiqə burada kirayəçi var, biz ani olaraq gəlmişik. Evdə dağınıq olsa, üzürlü sayın, yenə də tək qardaş qalır burada. Ona görə evin şəraiti biraz dağınıq olan bilər, üzürlü sayın. Deməli, bura girişində bir dənə belə geniş dəhlizdir qardaşlar. Baxın, dəhliz. Ay sağ ol. Çıxar qardaş. Sol tərəfində bir dənə belə otaq. Bax qardaş, bir dənə belə otaqdır. Allahın izinlə. Buranı da resti göstərək, nə deyirəm. Bura kirayəçi tək qalır. İndi ola bilər də tək qardaşdır. İndi kirayəçinə iddianı qoyarıq. Sadəcə ümumi şəkildə göstəririk qardaş. Bir dənə geniş otaqdır qardaş. Ay sağ ol. Bura mətbəxdir. Baxın belə göstərək. Mətbəx mi belə görürsünüz. İnşallah bunlar burada qalacaq Allahın izinlə. Göstərək. Yuxarıda aşıqqa taxtadır. Çaşıb aşıq eləməyir. Bura suyun adı necə lazımdır. Yəqin çıxanı çöldən bağlayıb qardaş. Gəl. Burada hamam və sanitar qovşağı qardaş. Hər şey var. Üstü suyu, soyuq suyu. Hər bir şey var. Sadəcə olaraq indi yəqin qardaşın evdə yoxdur. O kişi bağlayıb buralara xəttləri. Nəysə. Deməli buranın qiyməti 8 sot torpaqla şəhərin ən gözəl yerlərindən biridir. 2 marşrutu var, şəhər içi marşrutu işləyir. 47 minə təklif edirik. Təbii ki, reallıq olsa qardaşınız inşallah qiymətdə indirim edəcək. Allah nazarın üçünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət.